Salam əziz dinləyicilər, bu gün mən sizə ruhlar aləmi rubrikasından çıxış edəcəm. Bugünkü çıxışımız bilirsiniz ki, insan ruhunun keçid mərhələləridir. İnsan ruhunun keçid mərhələləri səma səltənətidir. Mən deməli bu ruhlar aləmi kitabını yazanda o kitabı da mən göstərmişəm sizə. Çap olunubdur. 100 nüsxə və bu kitabı ehsan formasına insanlara paylamışam. Yəni ki, mən bu kitabın puluna satmamışam. Hər kəsə ehsan vermişəm. Çünki yaradan rüsxət vermir ki, sən ilahi kəlamları sata bilməzsən. İlahi kəlamlar satılmaz. Ona görə də mən tanışlara, qohumlara, bir çox ölkələrə bu kitabı göndərmişəm. Xarici ölkədə yaşayan Azərbaycanlara göndərmişəm. Və dedim ki, bu ruhlar aləmi əsərimdə yuxu vasitəsilə gördüyüm hadisələri bura qeyd eləmişəm. Keçən dəfə mən paralel həyat haqqında danışdım ki, mən yuxuda paralel həyatları gəzdirlər və bu paralel həyatları gəzəndən sonra mən o yuxuda gördüyüm fikirləri qələmə aldım və əsərimdə yazdım. Sonra yuxu vasitəsilə mən Səma səltənətinə getdim və Səma səltənətinin 4 məkanı mənə gəzdirdilər və bu 4 məkan haqqında mən bir neçə video çəkmişəm və demişəm ki, Səma səltənəti 4 məkandan ibarətdir. Birinci məkanda mələkələr, ikincidə mələklər, üçüncüdə demiyanlar, dördüncüdə rezonanslar yaşayır. Bunlar haqqında mən məlumat vermişəm. İndi söhbət gedir ki, bu paralel həyatın 5-ci məkanda müqəddəs ruhlar yaşayır. Müqəddəs ruh yəni deməkdir ki, mənfi katyonlar bu 5-ci məkanda deməli müsbət ruhlara, anionlara çevrilir. Yəni birinci, ikinci, üçüncü, dördüncü qatlarda mənfi anionlar yaşayırsa, 5-ci məkanda isə müsbət anionlar yaşayır və mən bu müsbət anionlar haqqında müsbət anionların yaşadığı yəni məkan haqqında danışdım. 5-ci məkan, paralel həyatın 5-ci məkanı Pərzad adlandırdım və Pərzadda yaşayanları müqəddəs ruh adlandırdım. Müqəddəs ruh elə müsbət ruhlardır, anionlardır. Bunu bu cür də qəbul etmək olar. İndi bu müqəddəs ruhlar paklaşandan sonra onlar Səma səltənətinə qəbul olunur. İndi əvvəlcə bu haqda o yuxuda gördüyüm hadisələri mən öz poemamda qeyd eləmişəm və əvvəlcə istəyirəm ki, bu poemamdan yəni ruh poemamdan həmən o müqəddəs ruh haqqında danışım, bir də Səma səltənətin birinci məkanında olan mələklər haqqında. Sonra isə biz insan ruhunun müqəddəs ruha çevriləndən sonra insan ruhu müqəddəs ruha çevrilir. Sonra isə müqəddəs ruhdan mələkə çevirmək məsələsinə baxacağıq və mən Səma səltənətini elə cənnət hesab edirəm. Yəni, məhz insanın növbət keçid mərhələləri cənnəti məkanları olur və cənnəti məkanı da
4 məkandan ibarətdir. Mələkələr yaşayan məkan, mələklər yaşayan məkan, demonlar yaşayan məkan və rezanslar yaşayan məkan. Bax, bu səma səltənəti cənnət məkandır və 4 məkana ibarətdir. İndi bu insan ruhunun mələkə çelməsinə keçməzdən qabaq necə keçir? Hansı keçid mərhələyidir? Bu keçid mərhələsindən danışmaqdan əvvəl mən bu özümün ruh poemamda baxdım, müəyyən qədər fikirlər söyləmişəm. İstəyirəm ki, bu fikirləri sizin nəzərinizə çatdırım və xahiş edirəm qulaq asın. Yazıram ki, müqəddəs ruhları anar insanlar. İnsan qəlblərinə paklıq aşılar. İnsanlar həyatı keşməkeşlidir. Müqəddəs ruhlarla birləşməlidir. İnsanlar o anda tam saflaşacaq. Həyatın mənasını o an anacaq. Ən yüksək zəkaya malik olanlar, müqəddəs ruh təki alovlananlar, mələklər məkanı gözləyər daim, cənnətin yolları görürlər daim. Yəni burada yazıram ki, müqəddəs ruhların mələk çelməsi məsələsidir. Ruhlardır insana haqqı anladan, kamillik yolunda hikmətlə olan. Müqəddəs ruhları qəbul edənlər, ömür yollarına işıq verənlər, Allahın yolunda xoşbəxt olarlar. Orada insan təki cənnət qurarlar. İnsanlar yaranmış əzəl dövrdən, şuuru fərqlənmiş gözəl qəbirdən, müqəddəs ruhlardan qida alanlar, şuurun yolunda uca olurlar. Cənnətin qapısı açılan anda, məkana ruhları qəbul bulanda, əlbəttə ki, bu səma səltənətinin qapısı ilə həmişə açıq olmur. Səma səltənətinin qapısı müəyyən dövrlərdə açılır. İndi onlarda zaman məfhumu yoxdur, zaman bizdə var. Məsəl üçün, məcazi mənə deyək, məsəl tutaq ki, səma səltənətinin qapısı tutaq ki, məcazi mənədə 5 ildən bir açılır. Deməli, müqəddəs ruh 5 il gözləyir ki, 5 ildən sonra cənnətin qapısı açılsın və həmən müqəddəs ruhlar cənnətin qapısından girib mələkələr yaşayan məkana daxil olsunlar. Deməli, onlar məcazi mənədə 5 il gözləməli olurlar. Yəni, hər an cənnətin qapısı açıq olmur ki, mən bir müddətdən sonra, yəni, tutaq kimi, məcazi mənədə 5 ildən bir, 10 ildən bir dəfə qapı açılır, müqəddəs ruhlar paylanmış müqəddəs ruhlar və cənnətin qapısından deməli, səma səltənətinə daxil olur, mələkələr məkanı. Ona görə də burada ruh poemamda yazıram ki, cənnətin qapısı açılan anda, məkana ruhları qəbul bulanda, sınaqdan çıxanlar mələk olacaq, natamam kamillər geri duracaq. Sizin təsəvvür edin ki, bu müqəddəs ruhların hamısı ki, o səma səltənətindən mələkələr qəbul etmir ki, məcazi mənədə tutaq ki, mən dedim də, tutaq ki, 5 ildən bir cənnətin qapısı açılır. Və müqəddəs ruhlar 5 ildən bir cənnətin qapısından keçir mələkələr.
məkana, səma saltanatına. İntaq ki 100 nəfər müqəddəs ruh cənnətin qapısından keçir, daxil olurlar səma saltanatına. O səma saltanatında mələkələr həmin o müqəddəs ruhları imtihan edirlər. İmtihandan çıxanlar onları qəbul edirlər. İmtihandan çıxmayanları geri qaytarırlar. Deməli, elə bütün müqəddəs ruhların hamısı səma saltanatına belə çıxır ki, qəbul olunmur. İmtihan verənlər qəbul olunur, səma saltanatına qalır. İmtihan verməyən müqəddəs ruhlar geri qaytarır yerindən, deməli, fərzat məkanına, yəni paralel həyatın 5-ci məkanına geri qaytarılır. Sonra o səma saltanatındakı qəbul olan müqəddəs ruhlar mələkələr kamilləşdirirlər, ondan mental şuur dərəcəsini genişləndirirlər və tam kamilləşəndən sonra həmin müqəddəs ruhları mələkələrə çevirirlər. Və bu proses bu cür həyata keçir. Ona görə də bu beytdə yazıram ki, sınaqdan çıxanlar mələk olacaq, natamam kamillər geri duracaq. Yəni ki, imtihan verməyən müqəddəs ruhlar isə geri qaytarılır. Yəni, paralel həyatların 5-ci məkanına, fərzada geri qaytarılır. Yerindən qayıdar öz məkanına, yüksək zəka üçün iş meydanı. Və o səma saltanatına qəbul olmayan müqəddəs ruhlar bu yenidən paralel 5-ci məkanı fərzada daxil olur. Yenidən orada başlayırlar öz kamillik səviyyəsini yüksəltməyə, saflaşmağa, paylaşmağa, mental şuur dərələrini genişləndirməyə və nəhayət özlərində bir növ, belə deyək ki, özlərinin kamil səviyyəsini yüksəltmək üçün özlərini çalışırlar və növbəti deyək, məcazi mənə növbəti 5 ili gözləyirlər ki, növbəti 5 ildən sonra yenidən həmən o geri qayıtmış natamam müqəddəs ruhlar tam kamilləşəndən sonra yenidən məcazi mənada 5 ildən sonra cənnətin qapısı açılır və onlar səma saltanatına daxil olurlar və imtihan əgər verirlərsə, onlar orada qalır səma saltanatında və orada da mələkələr onları mental şuurda genişləndirir və onları mələkəyə çevirir. Və yazıram ki, mələklər məkanı səma məkandır, iç cənnət bağı da Gülüstan bağıdır. Yəni burada elə iç məkan da, iç cənnət məkanı da səma saltanətidir. Səma saltanəti onda belə çıxır ki, yerin 7 qatı cəhənnəm məkanlarıdırsa, yer səthində belə deyək ki, paralel həyatlar mövcuddur. Səma saltanatında isə mələklər məkanıdır. Və ona görə də yazıram ki, mələklər məkanı səma məkandır, iç cənnət bağı da Gülüstan bağıdır. Yüksək şuur ilə seçilər onlar, növbəti məkan üçün çəkilər yollar. Məhz o müqəddəs ruhlar tam kamilləşəndən sonra, mental şuurları tam genişlənəndən sonra, imtihandan çıxandan sonra məhz bunlar əlbəttə ki, mələkələr məkanına vəsiqə alırlar və mələkələrin nümayəndəsinə çevirirlər. Mələklər şuurca kiçik olsa da, insan həyatına nəzər salsa da, kainat qanunu onlar amalı, növbəti məkan üçün müjdə sormalı.
mələklər mental şöbələri siz bilirsiniz ki, o mələkələrə biz 4 ölçülər deyirik. 4 ölçülü mələkələrin mental şöbələri biz 100%'dir. Onlar mental şöbəsi kiçik olsa da, 100%'ə malik olsa da, mental şöbələri onlar kainat qanunu çərçivəsində öz həyat tərzlərini qurur və kainat çərçivəsinin daxilində öz həyat proqramlarını yerinə yetirirlər. İndi yazıram ki, müqəddəs ruhları qəbul edərək, cənnətdə onlara müjdə dilərək, yeni həyat üçün arzular olur, səma məkan üçün buyurlar olur. Bəs, yenə deyirəm, söhbət getdi. Burada müqəddəs ruhların mələkələr tərəfindən səma səltənəti qəbul olunmasından və səma səltənəti qəbul olunan sonra onları deməli, həmin müqəddəs ruhların həyat proqramı dəyişir və yeni bir həyat proqramı verilir. Yəni mələkələrin həyat proqramı verilir və yeni bir həyat proqramı ilə mələkələrin mələkə kimi səma səltənətində yaşayırlar. Açılar aləmdə dünya görüşü, ümidlər parlayar, dünya görüşü. Yəni ki, müqəddəs ruhlar mələkə çevirəndən sonra onlar kainatın çox sirlərini açanı tapacaqlar. Yəni müqəddəs ruhların bəzi o kainat sirlərini dərk etmədikləri halda onlar mələkə çevriləndən sonra onlar kainatın anlaya bilmədikləri, dərk etmədiyi sirlərini açarını məhz mələkə çevriləndən sonra əldə edə biləcəklər. Ümidlər parlayar, dünya görüşü, qəlbi yox şuurdur, qüdrətin gizli. Yəni burada da əlbəttə ki, mələkəyə çevrilmiş ruhlar, əlbəttə ki, bunlar onlarda cismani bədən olmur, onlarda eyni zamanda ürək olmur və onlarda qəlb olmur. Və qeyd edirəm ki, qəlbi yox şuurdur, qüdrətin gücü, hikməti sevdirər mələyin gücü. Məhz müqəddəs ruhlar mələkə çevriləndən sonra onlarda əsas rol oynayan onların mental şuur dairəsidir. Biz insanlarda qəlbimizdə ruh olanda, mələkələrdə isə onların əsas rol oynayan mental şuur dairəsidir. Qeyd edirəm ki, sonra yazıram ki, bu ruh poemamda cənnəti quranlar idrakla bağlı, mələklər şuurda, qanunla bağlı. Əlbəttə ki, bu səma səltənətində bütün mələklər kainat qanunu əsasında öz həyatını yaşayırlar, öz həyatını qururlar. Necə biz insanlar yer planetində öz dövlətimizin qanunları çərçivəsində yaşayırıq. Mələkələr isə səma səltənətində kainat qanunu çərçivəsində onlar ömür sürürlər. Və mələklər şuurda qanunla bağlı insanlar üstündə qurar nəzarət. Cənnəti quranlar idrakla bağlı, mələklər şuurda qanunla bağlı. Yəni ki, mələklərdə əsas deməli onlar mental şuur dairələri birbaşa kainat qanununa bağlıdır və kainat qanununun alinə hörmət bəsləyirlər. Kainat qanunu alini qoruyurlar. Kainat qanunu müqəddəs bir qanun kimi baxırlar. Və öz həyatlarını da kainat qanununa axıra kimi kainat qanununa
əlaqələndirirlər və qanundan kənara çıxmırlar. İnsanlar üstündə qurar nəzarət, kafirə, müşrikə anladar ibrət. Əlbəttə ki, mələkələr təkcə müqəddəs ruhları savad səltənətinə təkcə qabil etmirlər və eyni zamanda onlar yer planetində insanlara da nəzarət edirlər. Yeri gələndə də kafir insanları, müşrikləri, münafiqlərə ibrət dərsləri verirlər. Onların gözlərini açırlar, bəsirət gözlərini açırlar və bu kafir insanları haqqa çağırırlar və haqsızlıq əməllərindən əl çəkməyə vədə edirlər. Yəni ki, çalışırlar ki, belə kafir insanları, müşrikləri, münafiqləri o şeytan yoldan döndərsınlər və onları haqqın ədalətin cərçəsinə çevirsinlər. Həyat pozanlara olar xəbərdar, haqqı sevən üçün durar xidmətkar. Yəni ki, qanun pozanlara qarşı mələkələr onlara xəbərdarlıq edir. Yeri gələndə insanları cəzalandırırlar və deyirlər ki, olmaz belə. Çünki siz düzgün həyat sürmürsünüz. Həyatınızı düzgün qurmursunuz. Yəni bu yolda siz mütləq düzgün öz həyat tərzini elə tərtib etməlisiniz ki, elə qurmalısınız ki, mənfi əməllərə yol verməyəsiniz, nöqsanlara yol verməyəsiniz. Və əziz dinləyicilər, indi mən bu insan ruhunun keçid mərhələlərindən keçək. İndi danışaq insan ruhunun keçid mərhələləri cənnət üzrə. İnsan ruhunun keçid mərhələləri cənnət üzrə necə həyata keçir? Birinci növbədə mən sizə dedim ki, müqəddəs ruhlar qəbul olunur, cənnətin qapısı açılır, müqəddəs ruhlar səma səltənətinə qabil olunur, mələkələr onları qəbul edir, mələkələr onları kamilləşdirir və onları mələkələr çevirir. Müəyyən bir dövrdən sonra bu mələkələrin özündə də müəyyən deməli çevrilmə prosesi keçirir. Yəni ki, ikinci məkan sayılmış mələk, yəni mələkələr mələyə çevrilir. Yəni bu proses. Bu necə olur? Məsələn, tutaq ki, deyək ki, 100 dənə misal üçün də, misal çəkirəm, məcazi formada, tutaq ki, 100 dənə müqəddəs ruh səma səltənətə qəbul olundu və onlar mələkəyə çevrildi. Hər bir məkanın özünün say norması var. O normanı, say normasını artırmaq mümkün deyil. İndi bizim yer planetində 6 milyard oldu, 7 milyard oldu, indi 8 milyarda çatır və bunun da qarşısını almaq mümkün deyil. Bu yer planeti bu qədər insanı qəbul edə bilməyəcək. Əgər 9 milyard, 10 milyard olsa, yer planeti insanları
qəbul etməyəcək. Burada yer fənnindən böyük bir xaos olacaq. Acı başalıb gedəcək, müharibələr genişlənəcək. Torpaq üstündə maddi nemət üstünə insanlar birbirini qıracaq.